Maalesef bir tane de burada senin için inşallah bol çəkərsən, yəni sözünə demirəm. Peçatı da vuran müdürlərdir. Yəni müdür deyəndə nəyi necə tuturam? Kimsə nazirdir, nədir, nə bilim, rəisdirsə, əgər sözü buradan çatdırsan, Lali, hə? Uşaq sonra ağlayır, zəncə edəndə danışamır. O bekar olur, gecə mən yapmam. Deyib, bekar vaxtında qulaqsızlıqdır. Müdürlər, məsəl üçün, hamısı müdür də, rəisdir, nazirdir, yəni, nə adlar var, bilməm, müdürlər də düzdür, var. Yəni, vəzifəsi olan da, yəni, böyük də, o vəzifəsi, hamısının böyüyü. Vəzifə barədə də ürəyim doldu, danış. Vəzifə oldu ki, vəzifələr, nə, Lali həmişə deyildi, atam böyük adamdır, nəysə, ondan danışmıyordum, tövbə sıxılır. 120 neçə, ondan danış, tövbə sıxılır. Ermandan danış, tövbə sıxılır, danışmır. Yəni ki, vəzifə böyük olanda adam məsuliyyəti çox olur da. Böyük adam olmur adam. Adam ilə adamdır, Allah hamıya eyni gözlə baxır. Yoxsa hərəyə bir kitab göndərər də, deyərdi bu müdürlər üçün, bu qara cəmaat üçün, belə deyirlər, pis, qara cəmaat yoxdur, sonra elə demək olmaz. Yəni ki, bildik bu heç sonra, məsələn, bayaqlar video baxıram, Lale, orada deyir ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm, nə deyirlər, sallallahu aleyhi və səlləm, sonra tez-tez deyirlər onu, sonra Allah deyirlər, tez deyirlər, olmaz elə demək. Əgər olmaz, sonra uzatmır. Yəni Allaha hörmət edirlərsə, Allahla, Peyğəmbərlə Allahımız buyurur ki, başqalarının danışdığınız kimi danışmayın da. Allaha, Peyğəmbərə hörmət edib, əgər onun qabağında sallallahu aleyhi və səlləm deyirlərsə, Allahın salamı olsun mən deyirəm. Çünki onun tərcüməsini deyirəm, sallallahu aleyhi və səlləm. Yəni, hörmət əlamətlidirsə əgər, onda o cür niyə də tez-tez? Elə deyirlər ki, yəni, mənə deyirlər ki, ya oxşatma. Ya mən demək istəyir də, deyir, yaxşıdır. Xas olmazsa özüm deyirlər, yaxşı danışdır. Amma tez, uzatmaq, ifrat verməyə icazə verməm. Tez ol. Dost-dosta səncələ, sonra çox sağlamdır. Allahın salamı, xeyri, rəhmətli və bərəkəti hər birimizin üzərimizə olsun, mələklə, cümləmizin də, amin. Hörmət əlaməti olaraq bu videonu çəkdim, hə? Çünki qızım, Allah insanları yaradanda bir də qiyamətdə hər şeyi Allah bilir. Nə demək? 3 nöqtə qoyduq, vergül qoyduq, sonra